Bilirdinizmi? Kiçik yaşlı uşaqlarda da miqren tutması ola bilər. Amma uşaqlarda miqren tutması böyüklərdən fərqlənir. Ailədə miqren baş ağrılarına meyillik varsa və yaxud da ki, bu uşaqlar bir çox hallarda ədəbiyyat məlumatına görə gələcəkdə miqren baş ağrısı keçirdə bilir. Bunlarda 3-4 yaşında miqren tutması abdominal miqren formasında başlayır. Yəni uşaqda siklik qusmalar olur. Belə uşaqların başı ağrımır, amma qısa bir müddət ərzində uşaqda ürək bulanma, qusma, halsızlıq, özünü pis hiss etmə, hətta bəzən yeriyəndə dəngəsini itirməsi şəklində bir əlamətlər ola bilər. Bu əlamətlər bir çox hallarda uşaqlarda abdominal siklik miqrenin əlamətləri olur. Körpə uşaqlarda bu baş ağrısı vermir, amma bu cür vegetativ əlamətlər verir və izlədikdən sonra görürük ki, bəli, bu uşaqlar cinsi yetkinlik dövründən sonra, müəyyən yaşa çatandan sonra artıq təkrarlanan bir tərəfli zoquldayan miqren baş ağrıları başlaya bilir. Amma bu uşaqlarda da 3-4 yaşından başlayaraq xüsusi uşaqlara icazə verilən müəyyən dərmanlarla uşağınızı bu cür tutmalardan azad edə bilərik. Amma burada ən vacib məsələ uşağın bu tutmasını düzgün qiymətləndirmək, düzgün diaqnoz qoymaq, onu digər xəstəliklərdən ayırmaq lazımdır.